9 Mart 2026-cı il buraxılış imtahanı. Azərbaycan dili fənnindən hansı mövzulardan istifadə edildi, hansı sual tipləri düşdü? İndi isə gəlin onu birlikdə araşdıraq. 31-ci sual. Tərz hərəkət zərfinin təsviflənməyən feilə aid olduğu nümunələri müəyyən edirik. Birbaşa cavab üzərindən gedəcəm. Cavabımız C variantı olacaq. 4, 5, 6. Şuşada çiyin-çiyinə döyüşdüyü dostlarını çiyin-çiyinə. Burada bizim tərz hərəkət zərfimizdir və döyüşdüyü feil sifətdir. Təsviflənməyən feil olur. 5-də öz uğurlarından iftixarla danışan, iftixarla tərz hərəkət zərfidir. Təsviflənməyən feilimiz isə danışan sözüdür. Dilucu təşəkkür edib, dilucu təşəkkür edərək feil bağlamamız var və dilucu sözü isə tərz hərəkət zərfidir. 31-ci sualda cavabımız 4, 5, 6 olacaq. 32-ci suala keçid alaq. Ölkəmizin beynəlxalq arenadakı qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət edir. A variantı feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir. Xeyr, burada olan xəbərdə olan söz birləşməsinə aidiyyəti olmur. Yəni dəlalət etmək, dəlalət edir. Ona görə biz bunu əsas tərəf kimi götürə bilmirik. Quruluqca mürəkkəb xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. Baxaq xəbərimiz nədir? Nə edir? Dəlalət edir. Bəli, quruluqca mürəkkəbdir və xəbər şəklindədir feilimiz. Çünki edir indiki zamandadır və xəbər şəklində olacaq. Cavabımız olur B variantı. Üçüncü sual baxılıq. Nümunələrə əsasən bizdən doğru fikirlər istəyir. Gəncliyim, şərəfim, müqəddəratım. Bizə 2 nümunə verir. Nümunələrin hər ikisinə aiddir. Nümunələrin yalnız birində var. Həmcins üzvlərlə bağlı olan sualımızdır bu. 1. Nitq səsi ilə ifadə olunan həmcins üzvlər var. Bəli, birinci və ikinci nümunədə var. Gəncliyim, şərəfim, müqəddəratım. Digərində isə qayıt yerinə qoy. Bir də ay və günəşi. Bunlar olur. Biri 1. 2-yə baxacaq. Baş üzvlərdən birinin həmcinsliyi var. Bəli, birinci nümunədə mübtəda, ikinci nümunədə isə xəbərin həmcinsliyi olacaq. 4. 2 fərqli cümlə üzvü həmcinsdirmi? Bəli, yalnız ikinci nümunədə qayıt və yerinə qoy həmcins xəbərlər, ay, günəşi həmcins tamamlıqdır. Cavabımız olur E variantı 1, 2, 4 və 6. Keçək 34-cü suala. Fonetika ilə bağlıdır və bizə tamamlaya bilməz istəyir. Ona görə baxacağıq. 3 cingilti samit varmı? Uşaq, canlı. Burada C və 2N 3. Digərində isə G, G və R. Bunlar cingilti samitlər olduğuna görə hər ikisində ödür. Amma bizə lazımdır ki 3 cingilti samit el olsun, ikisində də işlənməsin. Amma ikisində də işləndiyinə görə biri götürmürük. 2-yi götürə bilərik. Ğ samitin kar qarşılığı işlənibdir. Ğ-nın kar qarşılığı X olacaq. Uşaq canlı var, amma açıq-aşkarda yoxdur. Niyə? Q-dan sonra saat gəldiyinə görə Q-X əvəzlənməsi baş vermir. Q-Ğ-ya keçir. Ona görə 2, 3 və 6 kar qarşılığı olan bir samit işlənmişdir. Düzgün cavabımız D variantı olacaq. Keçid alaq növbəti sualımıza. 35-ci sualda nümunə verir və səhv fikir istəyir. Əvəzliyin bir məna növündən istifadə edilmişdir. Doğru fikirdir. Balama yerimək öyrədincə sən. Sən şəxs əvəzliyidir. B variantı yalnız qrammatik mənası olan bir söz var. Gərək sözüdür. Doğru fikirdir. Yönlük halda işlənmiş söz mənsubə şəkilçilidir. Balama, mənim balama. Doğrudur. İkinci misrədə işlənmiş isimlər təhsillik haldadır. Aranı, dağı. Bu da doğru fikirdir. Təsvirlənən feillər hamısı xəbər şəklindədir. Xeyr, 4-cü misrəyə baxsaq, gərək öyrədəydim burada arzu şəklindədir. 36-cı sual. Cərgələrdən birində kök 2 leksik şəkilçimiz var. A variantı oxşa, oxşar, oxşarlıq, bərk, bərki, bərkit olur. A variantı. 37-ci sual. Hansı cümlədə feil sifət tərkibi işlənmişdir? Ahəstə süzən qartal anidən şikarına tərəf şığıdı. Nə etdi şığıdı? Nə? Qartal. Hansı qartal? Ahəstə süzən feil sifət tərkibidir. Doğrudur bu da. 38-ci sualda birbaşa cavab üzərindən gedəcəm. B variantıdır. Çünki burada bəli sözü vasitəsiz nitqdir. Dedi. Üzr istəyirəm, bəli sözü vasitəsiz nitqdir. Dedi, müəllifin sözüdür. Yerdə qalan bir dəfə yerli bələdçilərə qoruğa getmişdiksə vasitəsiz nitqdir. Yəni, sxem belə olmalıdır. V, M, V formasında olacaq idi. 39-cu sual ən asan suallardan da mürəkkəb C variantı Novruz bayramıdır. Digərlərində günə baxan, gül, yaz, dəvə quşu bunlar mürəkkəb sözdür. Ədəbiyyat müəllimi isə söz birləşməsidir. Ona görə bunları götürə bilmərik. Cavabımız C variantı olur. 40-cı sualda nəhayət hərbi ixtidamı başa vurandan sonra gimnaziyadan şəhadətnaməmi
aldım. Aldım nəyi şəhədətnaməmi xəbər tamamlıq. Haradan gimnaziyadan zərflik. Nə zaman hərbi xidmət başa vurandan sonra zərflik. Zərflik tamamlıq xəbər C variantı olacaq.